2026-cı ilin aprelin 25-i və 26-sı səni nə gözlür? Salam mənim gözəl, mənə dəstək olan komandam. Hər vaxtın xeyirli olsun. Gəl baxaq görə bu 6 bazar, bu xadnölər sənin nə gözlür və necə keçəcəksən üçün və nə etmək lazımdır ki, gözəl keçsin, rahat keçsin, pozitiv keçsin. Pulda və şəxsi həyatda. Bu 6 bazar çox yaxşı vaxtı istirahət eləmək üçün, çox yaxşı vaxtı gücü yığmaq üçün, çox yaxşı vaxtı özünüzü belə deyim də cavanlaşdırmaq üçün. Çox danışmaqlar olacaq işlə bağlı və çox yaxşı vaxtı işlə bağlı ümumi planlarınız, gələcəyiniz, bizneslə bağlı, nə bilim, oxumaqla bağlı plan qursaz və bu haqda fikirləşək və bu haqda da danışmaqlar olacaq yaxın insanlarla. Yaxşı vaxtı nə isə planlaşdırmaq, yaxşı vaxtı arzu tutmaq, çox gözəl bir enerjiya olacaq. Baxmayaraq ki, hava bəlkə pis olsa da, yenə də sizin enerjiniz o qədər günəşli olacaq ki, siz özünüz belə deyim də öz ətrafınızı istiləşdirə bilərsiniz. Bu günlərdə nə isə yeni başlayacaqsınız həyatınızda, ya yeni münasibət, ya yeni işə dəvət eləyəcəklər, ya evi nə isə yeniləşdirəcəksiniz, nə isə yeni bir şey gəlir sizin həyatınıza və onu qəbul eləyin və uğurlu və uğurlu olsun hər kəsiniz üçün. Mən isə şəxsi baxışın əlaqə saxlamaq istəyən mənim səhifəmdə üstəgəl 79-dan başlayan 46-dan bitən WhatsApp və Max nömrəmdə yazırsınız, ya səs atırsınız və səbirli növbənizi gözləyirsiniz. Növbə sizə çatan ki, mən sizə cavab verəcəm. Zəng vurmayın, zəng vuranları avtomatik atıram bloka. Pulda siz çox ruzulu olacaqsınız. Ona görə də fikirləşin, gələcəyi qurun, planlaşdırın, planlarınızı yadda saxlaya bilmirsənsə yazın, bir bloknot alın, oraya yazın. Çox gözəl bir ideyalar olacaq. Şəxsi həyatda da biraz çətinlik var. Kimin şəxsi həyatı var, kimin nəsibəti var. Ola bilsin biraz aramız dəyə bilər. Yenə də nə qədər dəysə bir-birinizə belə deyim də əl-ələ tutsa, bir-birinizə sevginiz varsa, bütün çətinliklərdən keçə biləcəksiniz. Xeyirli olsun, mənə dəstək olan komandama.